Barlı bərəkətli bağlar və genişləmələr kəndin təkcə azuqəsi deyil, həm də həyat fəlsəfəsidir. Hər ağacın budağında ilin zəhməti, hər sümbülün dənəsində alın tərinin bərəkəti yatır. Yaz gələn kimi torpaq oyanır, çiçəklər açır, quşlar nəğmə deyir və bu torpaq yenidən canlanır. Yayda bağlar meyvə ətri ilə dolu olur. Payızda zəmisinin altında qızarmış taxıl dənələri süfrələrə bolluq gətirir. Kəndli öz ruzusunu torpağın sinəsindən sevgi ilə qoparır. Çünki bilir ki, bərəkət zəhmətlə yanaşı gedir. Uca yaradan bu yerlərə səxavətini bolluca səpib. Suyu təmiz, havası şəffaf, torpağı münbit, ürəyi genişdir.